gələcəyik. 2 üstünə 6, üstünə də 4 gələcəyik. Üstünə 4 gələcəyik, eləyəcək 12. 12-ni də böləlim 2-yə, eləyəcək 6. Axırında da 7-nin üstünə 8 gələcəyik. Mötərizədə yazma qızım, lazım deyil. 7-nin üstünə 8 gələcəyik, eləyəcək 15. 15-in üstünə də 1 gələcəyik, eləyəcək 15-in üstünə də 1 gələcək 16. 16-nı da bölünür 2-yə bərabər 8. Aha, 16, 16-nı da 2, 8. Əla, gözəl, afərin. Burada 9-u vuracaq 4-ə, 36, 36-nın üstünə 1 gələcək 37. Ən aşağı kin elə. Burada da 3-ü vuracaq 9-a 27, 27-nin üstünə 1 Misalla göstər. Tez. Əla, afərin Malik. Əla. Mama burada 3-ün üstünə 2 gələcək. 6-nın üstünə 6 gələcək 12. 2 qatla denəndə, altında 2 qatı. 6-nın da 2 qatı eləyir 12. Aha. Burada 2-nin üstünə 1 gələcək 3. Üstünə 3 gəlir 6. 2 qatla denən. 3-ün də 2 qatı. Üstündə 2 qatı eləyir 6. Mən burada onun onunla çarpayıq. 8-i eləyəcək 2. Burada da 7-ni. Birin üstünə sən Mənlə burada 7-ni vururuq 3-ə. Onda 2 qatını yapırıq. 7 vurulsun 3 müəssəsəsində. Bu 2. 7-ni çapanda 21. 21-i də vururuq 2-yə. Bərabərdir 42. Sonra 7-ni 4-ə vuranda 28. 28-in 2 qatı 56. 8-i 3-ə vuranda 24. 24-ün 2 qatı 48. 8-i 4-ə vuranda 32-dir. Burada deyir ki, mənə qaydanın pozan ədədi tapın. 8-i 4-ə vuranda 32. 32-nin də 2 qatı eləyir 80. 32-nin 2 qatı. 64. 64 amma burada 36 yazılır. Aha. Ona görə də Qaydanı pozan hansı ədəddir? 36. Afərin Ayda, afərin, çox gözəl. Uşaqlar, siz bilirsiniz bu hardandır bu məntiq? 5-ci sinifi Lütfüzadə adına məntiq olimpiyadasından. Afərin sənə Ayda, afərin. Çox uşaq tapdı, amma tam yolunu Ayda tapdı. Əla. Afərin, alqışlar Ayda. Burada 77-dən 8 sadəcə 69. 69-dan 8 sadəcə 61. 61-dən 8 sadəcə 50. 53-dən də 8 sadəcə 45. 45-dən də 8 sadəcə 37. Yaz. Afərin, afərin. Yəni bu deməli A-da 11-də, B-də 3-də. 11-in üstə 3 gəlir, yəni A-da gəl B yazır. 11-in üstə 3 gəlir, eləyir 14. 14-dən 7 çıxır, eləyir 7. Burada yazırıq 7. Sonra burada A-1-də 7-dir, B-dəki 5-dir. 7-dən nədən çıxanda eləyir 2. Burada yazırıq 2. 7-dən də 2 çıxartıyıq, eləyir 2. Burada olacaq, 2-nin üstünə də 2 gələcək, eləyəcək 4. 7-dən də 4 çıxanda eləyəcək 3. Afərin, əla. Demək, orada yuxarıdakı ardıcıllıqlara əsasən A üstə gəl B çıxılsın 7, A çıxılsın B üstə gəl 2 ardıcıllığına əsasən aşağıdakı misalı həll elədin. Çox da gözəl həll elədin. Afərin sənə, Fəxrəddin, öpürəm səni. Mənə burada deyir ki, birinci
kvadratın tərəflərinin üzərliyi 8 santimetr. İkinci kvadratın tərəflərinin üzərliyi isə bundan 3 dəfə böyükdür. İkinci kvadratın tərəflərini tap. Biz burada birinci kvadratın tərəflərinin uzunluğunu tapmalıyıq. Kvadratın tərəflərin 400-ə, deməli 8-i də böləcək 4-ə eləyəcək. Bəli, cəmini böləsən kvadratın 4 tərəfinə. Aha, sən demək perimetr verir, tərəflərin deyir tap. İkinci kvadratı Qeyd elə, tərəflərini də qeyd elə, tapdın. Aha. uzunluğu oldu ki, ikinci kvadratın cəmini tapılıb, yazarıq. Aha, deyir ikincinin cəmi birincidən 3 dəfə böyükdür. Ona görə də 8-i vurup 3-ə 24. 24. Bunu tapmaq üçün isə mən Orada santimetrlər də qeyd elə də, bax 2 santim. Aşağıda qeyd elə yetərlidir. Aşağıda cavabında. Hə. 24-ün yanında da qeyd elə. Ay sağ ol. Aha. biz burada kvadratın tərəflərinin uzunluğunu tapmaq üçün burada kvadratın 4 tərəfi var. Ona görə də uzunluğunu tapmaq üçün 24-ü də böləcəyik 4-ə bərabərdir 6. Uzunluğu cəmi 6. 6 nə? 6 santimetr. Santimetr. Aferin qeyd elə. Allah. Qəşəng. Aferin sənə Ayda. Ardıcıllıq 5 gəlirik 2 çıxır. Hündürdən danış da qızım. Mən eşitmirəm səni. 23'ün de üstüne cevizlik 5'i, 28'den de 28'den de çıkıyor içini beraberdir 26. Alacak 26. Aha. 26 da üstüne 5. 26 üstüne 5 beraberdir 2. Aha, birini tap. Çıx. Aha, üçündə 2 qatı eləyir 6. Əla, gözəl. Müəllimə, burada təcrübələrindən artan sıradır. Burada 4 olacaq. 4-ün üstünə 1 gəlirik 5. 5-in üstünə gəlirik 3, eləyir 8. 8-in üstünə gəlirik 5, eləyir 13. 13-ün üstünə 7 gəlirik, bərabərdir 20. Tapdıq A 4-dür. 7-nin üstünə 2 gəlirik, eləyir 9. 9-un üstünə gəlirik 4-ü, eləyir 13. 13-ün Yaz, B-nin qiymətini yaz 13. 13. 13'ün de üstüne gəlirik 6 eləyir 19. 19'un da üstüne gəlirik 8 eləyir 27. Burada A Lap başdakindən başda. A 4. B isə 13. 4'ün üstüne gəlirik 13 eləyir 17. A 4. 4'ün üstüne 2 gəlirik 6. Üstə gəlirik B 13'dür. Tapdıq 13. 13'dən çıxırıq. 3'ün 10. Bərabərdir. 6'nın da üstünə gələcək 10'u. Bərabərdir 16.
5, 6 tərəfi var. 5 üstə 6 gələcək 11. 2-nin üstünə də 4 gələcək 6. 11-dən 6 çıxana 5. Burada 7 var. 7 üstünə 6 gələcək 13. 11-dən də 6 çıxanda 5 edir. 13-dən də çıxacaq 5-ni bərabərdir 8. Sol işarəsi yerində olacaq 8. Neçədən neçəni çıxdın, neçə gəldin? 13 elədin. 13-dən 5 7 üstünə tərəfləri saydım. 7 üstünə 6 gəldim 13 elədim. 13-dən də 5 çıxacaq eləcək 8. Yox, onu demirəm. 11-dən 6 çıxdın. Ha, üstünə də 8 gəldin, elədi. Neçə? 13. Afərin. Mənə 30 bölük 5-ə 6, 6-dan da çıxırıq biri 5. 24-ü bölük 3-ə 8, 8-dən də birini çıxırıq 7. 36-nı bölük 4-ə 9, 9-dan da birini çıxırıq 8. Mənə burada da 27-ni bölük 9-a 3, 3-dən də birini çıxırıq 2. Mənə cavab 2. Aha, 3-ünü yaxşı yaz. Orada qəşəng yazmır marker. Aha, afərin Səhid, əla. Səhid başa saldığı məntiqin ikinci yolu da var. Onlarla başa saldım. Buyur Əsma, buyur. 30-dan çıxacaq 5-in 25. 25-i 5-ə böləcəyik 5. 24-dən 3-ün çıxacaq 21. 21-i 3-ə böləcəyik 7. 36-dan 4-ün çıxacaq 32. 32-yi 4-ə böləcəyik 8. 27-dən 9 çıxacaq 18. 18-i böləcəyik 9-a bərabərdir 2. Afərin. Demək Səid bunu 30-u 5-ə bölmüşdü. 6, 6-dan 1 çıxmışdı 5. Sən isə 30-dan 5 çıxdın. 25, 25-i 5-ə 5. Əla. Bu da ikinci yolu. Afərin Əsma.